Almanya'nın Xarici İşlər Naziri dedi. Dedi ki, mənim üçün korporativ, yəni maraqlar daha üstündür, nəinki mənim seçicilərim istədiyi. Bu tək odur, hamısına aiddir. Bu Amerika'ya da aiddir, bu İngiltere'de aiddir. Orada iştirak edenlerden biri, orada olan adamlardan biri de ki, Karol'un oğlu olub, İngiltere Karol'un oğlu. Bəli. Hatta o uşağı öldürüb. Bilirsiniz də? Odur, mən hesab edirəm, mən ona görə bu tam qərara gəlmişəm. Biz hesab edirik belə. Yəni ki, Avropanın, Qərbin, yəni mənəvi haqqı öldü, qurtardı, getdi. Bu günləri, yəni qərb bir qüvvə kimi bu Epstein hadisələrindən sonra öldü. Sübut olundu ki, bunlar insandır, bunlar dünyanı seven insanlardır, bunlar uşaq sevəndir, bunlar dünyaya insan hüquqları, bunlar yalandır. Bunların məqsədi